Səninlə səhəfəni göylərə qaldıracağam. Mən böyüyəndə musiqi olacağam. Ben musiqini çox sevirəm. Mən böyüyəndə rəssam olacağam. Dünyanın təbiətini çəkəcəyəm. Mən böyüyəndə aşbaz olacağam. Pişirməyi və yeməyi çox sevirəm. Mən böyüyəndə inşaatçı olacağam. Təzə binalar tikəcəm. Mən isə böyüyəndə müəllim olacağam. Ancaq bilmirəm ki, məndən müəllim olar ya yox. Bəlkə bir şeir deyim. De gəlsin. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsliyimiz. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əcdadımızın bizə miras verdiyi qiymətli xəzinədir. Onu gözləmişsə qoyuruq nəsillərə biz də hədiyyə verək. Uşaqlar, gəlin şimdi malımızı oxuyaq. Bəs hesab necə? Aha, deyəsən müəlliminiz bunu yaddan çıxardıb. Yox, xan, biz hesabı da bilirik. Buyurun. Dörtcük bir tanışım var. Hər yanında düzbucaq, hər tərəfində xətlər bir-birinə bərabər. Hamıya tanış o. De nədir? Kvadrat! Üç tərəfi, üç bucağı, onun üçdə zirvəsi, gözəlliklər görməyə vardır böyük həvəsi. Üç bucaq! Bənzər təcər şara, diyirlənər hər yana, günəş kimi cirdədir, onun adı denədir. Dairə! Uşaqlar, gəlin hamı üçün məsələlərdə deyək. Hər dostuna bir kitab hədiyyə verdi Eldar. 3 kitab paylaşsa onun neçə dostu var? 3! Ana 6 amanı payladı qızlarına, bir düşdü hər qıza, yaraşıqlı olduza. Deyən görək dostlar, neçə bacıdır onlar? 3! Göldə 3 qaç var idi, 3'ü də züddərdi. Sonra həmin qaçlara üçü də qoşuldu. Ağacaqla sistdi, göldə neçə qaç aldı? 8! Gitti bizim
göndər. Yaxşı, yaxşı. Mən sizi gələcəyə göndərərəm. Amma mənə bir söz verməlisiniz. Nə istəyirsən, xan? Mənim vətənimi gözünüz kimi qoruyacaqsınız. Keçmişdə də, gələcəkdə də Azərbaycan hər zaman zirvədə olacaq. Söz veririk, xan. Hə, bir də müəllimizə məndən salam göndərərsiniz. Gərək onu da gətirəydik. Nəysə, qaldı gələn səfərə. Uşaqlara xan gəlir. Uşaqlar, bayaqdan sizi axtarırdım. Axı siz haralardaydınız? Müəllimə ham bizi keçmişə aparmışdı. Ay mənim xəyalpərəst uşaqlarım.